Fövqəladə Hallar Nazirliyinin nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasında yerləşən bir sıra dövlət və özəl müəssisələrin əməkdaşları üçün maarifləndirmə tədbirləri keçiriblər. Belə ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Muxtar Respublikanın dövlət və özəl tibb müəssisələrinin baş gömrük idarəsinin, habelə ərazidəki sənaye müəssisələrinin əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə radiasiya təhlükəsizliyinə dair müvafiq mövzuları əhatə edən təqdimatlar edilib, suallar cavablandırılıb. Agentliyin mütəxəssisləri həmçinin Naxçıvan Baş Gömrük İdarəsinin hava limanı, Culfa, Sədərək və Şaxtaxtı gömrük postlarında İqtisadiyyat Nazirliyi yanında anti-hisar və istehlak bazarına nəzarət dövlət xidməti tabeliyində olan sertifikatlaşdırma və metrologiya mərkəzi və Səhiyyə Nazirliyinin tabeliyindəki səhiyyə müəssisələrinin təminatı mərkəzi publik hüquqi şəxslərdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeorologiya mərkəzində maarifləndirici tədbirlər keçiriblər. Tədbirlərdə agentliyin fəaliyyət istiqamətlərindən, radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmənin əhəmiyyətindən danışılıb. Həmçinin sahibsiz radioaktiv mənbələrlə davranış sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr və onların aşkar edilməsi, sözügedən mənbələrlə davranış zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub. Qeyd olunan mövzularla bağlı agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, video çarxlar nümayiş olunub, suallar cavablandırılıb. Qeyd edək ki, Muxtar Respublikada nüvə və radioloji fəaliyyətin təhlükəsiz təşkilinə töhfə verəcək belə tədbirlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.